Saraya ölüm sükutu çökmüşdü. Teymurun qəzəbi alov kimi püskürürdü. Gətirin o köpək oğlunu! Gətirin o köpək oğlunu! Molla, eşitmişəm kənddə camaata deyirsən ki, güya mən dünyanın hakimi Teymur axmağın biriyəm, düzdür? Bəli, hökmdarım. Öz qulağımla eşitdim. Dedi ki, Teymurun ağlı topuğundadır. Hökmdar sağ olsun. Vallah yalandır. Mən dövlət sirrini heç vaxt açmaram. Bu sir mənimlə məzara gedəcək. Nə? Yəni sən mənə dolayı yolla... Cəllad! Mənə dolayı yolla. Cəllad! Dayan ay hökmdar. Öldürmək asandır. Öldürmək asandır. Gəl bir oyun oynayaq. Adı da olsun yalan oyunu. An oyunu. Nə oyun? Nə oyun? Mən sənə bir yalan danışacağam. Əgər dözməyib, yalandı bu qədər də olmaz desən, mənə bir kisə qızıl verirsən. Yox, əgər ola bilər desən, başımı kəstirərsən. Hökmdarım, razılaşın. Bu səfih nə uydursa, biz düzdür deyərik, axırda da kəlləsi gedər. Razıyam. Başla görək ay fırıldaqçı. Ay fırıldaqçı. Ay fırıldaqçı. Deməli hökmdar, atam rəhmətliklə meşədə gedirdik. Əhmədliklə meşədə gedirdik. Paho, bir ağaca qanat gördük. Elə bir əjdaha. Qanatlarını açanda günəş tutuldu. Atam vurdu bunu, dərisini soyduq, mənə şalvar tikdirdik. Amma dəri elə qalın idi ki, iynə batmırdı. Məcbur olub minarə ilə tikdik. Elə tikdik. Minarə? İynə kimi? Hə, ola bilər. Babamın vaxtında ustalar güclü idi. İnanıram. Sonra o şalvarı geyindim, çıxdım ova. Baxdım göydə 3 dənə dəvə uçur. Dəvə? Hani? Uçur? Əlbəttə hökmdarım. Hindistanda qanadlı dəvələr var. Burada qanadlı dəvələr var. Hökmdarım, külək vuranda uçurlar. İnanırıq molla, inanırıq. Eyla. Deməli o dəvənin hürgüzündə bir şəhər var idi. Girdim ora, qarpız aldım. Qarpızı kəsdim, içindən qırmızı bir ordu çıxdı. Onlardan qaçıb qarpızın o biri diliminə girdim. Gördüm ki, atam rəhmətlik oturub çay içir. Atan? Bayaq yanındaydı axı. İndi qarpızın içində nə gəzir? Uçur. Ay hökmdar, dünya fanidir. Atam çayını içdi, mənə bir kağız verdi. Baxdım ki, bu kağız sənin babanın, o böyük Fatihin öz əl yazmasıdır. Babamın nə yazılmışdı? nə yazılmışdı? Yazılmışdı ki, mən Teymurun babası bugün Molla Nəsrəddinin atasından borc olaraq 100 kisə qızıl aldım. Vəsiyyət edirəm ki, nəvəm Teymur bu borcu qaytarsın. İndi də görüm hökmdar. Əgər desən ki, inanıram, bu doğrudur, buyur babanın borcunu 100 kisə qızılı ver. Yox əgər desən ki, yalandır, babam borc almaz, onda şərtimizə görə mən uduram və mənə bir kisə qızıl verməlisən. Vay dedə, hökmdarım, dalana dirəndik. Düzdür desəniz 100 kisə, yalandı desəniz 1 kisə. Sən şeytansan molla. Sən şeytansan molla. Seçim sizindir. 100 kisə yoxsa 1 kisə. Babana hörmət yoxsa cibinə qənaət. Yalandır! Kül sən təpənə! Babam sənin o gədə atandan niyə borc alsın? Yalandır! Yalandır dediniz. Oyunun mən utdum. Gətirin mənim bir kisə qızılımı.
Sağ olun hökümdar. Vəzir, sən də o uçan dəvəni görsən xəbər elə, səni Hindistana göndərim.